Yəni xüsusilə fizioloji cəhətdən uşaqların orqanizmasına mənfi təsir göstərir. Uşaq bunu durub da birdən-birə gedim mən bunu alım, bu mənə lazımdır, mən onu reklamda eşitdim, televiziyada, belə deyildi, doğru deyil. Bu ümumiyyətlə uyğun deyil. Ümumiyyətlə mən deyirəm yaxşı hal deyil. Bu bir necə deyilir, bu bir çax bu şəkildə gedir. Uşaqlar da buna bağlanırlar, inanırlar. Valideyn də bir yandan deyir ki, mən balam bax sənin üçün almışam, antistresan bunu içkinə. Uşaq içir, məsələn, yanıma çox gəlirlər o barədə. Mən belə bir dərman almışam, necədir? Bu mənə uyğundurmu? Təbiidir ki, mən deyirəm ki, olmaz. Bunun xüsusi həkimə getməlisən, müayinə almalısan. Bu ciddi məsələlərdir. Ona görə bunun bu şəkildə, pərakəndə şəkildə, körtəbii şəkildə bunu eləmək doğru deyil. Hər şeydən öncə uşaq psixoloqla, psixoterapevtlə məsləhətləşməlidir. Məsləhətsiz iş, dərman almaq qəti qadağandır deyərdim. Olmaz. Çox zaman imtahanda nailiyyət əldə edə bilməyənlər depressiyaya düşür. Bu depressiyadan çıxış yolları hansılardır? Nələri məsləhət görərdiniz? Biz çox yaşamışıq bu hadisələri. Məsələn, imtahandan sonra bizim yanımıza gələn uşaqlar olublar, ailə ilə. Məsələn, mən sizə deyərdim ki, çox azınacaqlı durum olub. Çox azınacaqlı ki, və bunu birinci növbədə valideyn yaradıb. O azınacaqlı durum, o baskı, o təzyiq, evdəki narahatçılıq, valideynin məsələn deməsi ki, tutalım ki, mən faizlə pul götürmüşəm bankdan, səni oxutdururam, belə eləyirəm, bax girməsən, belə olar, biz batarıq, biz nə edərik, mən cəmaatın gözünə necə baxaram, qonşulara nə deyərəm, ona buna nə deyərəm, artıq uşaq nə edir? Kompleksə girir. O kompleksə girən uşaq girir, imtahanı yaza bilmir. Yaza bilmir və sonunda o uşaq fikirləşir ki, mən nə edeyim? Atam borca düşüb, mən nə edə bilərəm? Gedir artıq suisidə, artıq intihar fikirləşir, ya dərman içir, ya başqa bir addım atır, ya evdən çıxır, gedir, ya telefonlarını söndürür, evdən uzaqlaşır, harası başqa bir yerə gedir. Bunlar yaranır. Bunu yaradan nədir? Yenə də ailə, yenə də valideyn. Çünki valideyn bilməlidir ki, onun uşağı nə qədər həssasdır, nə qədər astenikdir, nə qədər əsəbidir. Valideyn onu bilməlidir, ona görə də uşağın qabağında o şeyləri qoymamalıdır. Yəni bizim qarşılaşdığımız şey olub, depressiyaya düşürlər. Bunu aradan qaldırmaq üçün nə etmək lazımdır? Sualına cavab. Bunu aradan qaldırmaq üçün mənim balam, bu iş alınmayıb daha yaxşı. Demək ki, biraz da çalışmalıyıq, bərabər bir də çalışmalıyıq. Həyat hələ qarşıdadır. Yox, mən əskər gedəcəm. Məsələn, bəzi oğlanlar ki, yox, mən axı əskər gedəcəm, gələn girəməyəcəm, mən girəməyəcəm, mənə boş-boş vədlər vermir, mən artıq, mənim son şansım idi, mən qazana bilmədim, belə elə. Artıq o, böyük bir gərginlik, böyük bir affekt bir vəziyyət yaradır özündə. Valideyn nə etməlidir? Özü sakit olmalıdır. Valideyn heç şey danışmamalıdır, sakit olmalıdır. İnsan ümumiyyətlə 4 cür fikirləşir. İnsan ümumiyyətlə 4 cür fikirləşməlidir. Allah Teala insana 4 cür fikirləşməyi öyrədib. Birinci fikirləşməyin növü dayaz fikirləşmək. İkinci, geniş fikirləşmək. Üçüncü, dərindən fikirləşmək. Dördüncü, metafizik fikirləşmək. Yəni, insan 4 cür fikirləşmək gücünə malikdir. Dayaz fikirləşən o insan odur ki, əlbəttə ki, başı vuracaq divara, çırpacaq, nə bilim, siz demişkən gedib başqa hadisələr törəcək, suisid edəcək, intihara qalxacaq, evdən qaçacaq, gərginliyə düşəcək, ağır bir depressiya yaşayacaq. Qapanma yaranacaq. Amma bu dayaz bir fikirləşmədir. Bu çıxış yolu deyil. Geniş fikirləşmə olur ki, bəli, geniş fikirləşərəm. Bu hadisi oldu, demək yaza bilmədim, tamam. Demək ki, mən haradasa mənim xətalarım olub. Və bunu o valideyn sakitləşdirməlidir. Valideyn daha üstünə getməməlidir. Valideyn, üzr istəyirəm, panik yaratmamalıdır. Valideyn çığırmamalıdır. Uşağı təhqir eləməməlidir, tənqid eləməməlidir. Onun üstünə baskı getməməlidir. Evdə ailə üzvləri deməlidir ki, bacarmadın, sən başarısız oldun, sən instituta girə bilmədin, girmə, bizim başımızı aşağı elədin, bizi utandırdın. Valideyn bunu deməməlidir. Əlbəttə ki, bunu deyəndə uşaq daha da gərginliyə düşəcək. O depressiya dediyimiz şey bir an olur da, məsələn, uşaq baxır ki, yaza bilmədi və yaxud da baxır ki, cavablar çıxanda bu aşağı bal topladı, keçmədi. Bunlar iki cür ayrı şeylər. Bir var, yaza bilmədi, çıxdı. Bir də var ki, imtahan cavabları çıxanda baxdı ki, aşağı bal toplayıb da, keçə bilməyib. Bu biraz fərqli haldır, fərqli bir psixoloji ruhdur. Ona görə burada valideyn o şeyi hiss eləməlidir, o hadisəni hiss eləməlidir ki, uşağına kömək eləsin. Əksinə bəzi valideynlər görürsən ki, qışqırır, bizidir, biabır elədim bizi. Biz necə baxacaq cəmaatın üzünə? Burada nə var ki? Nə olsun? Mən özüm 1-ci il instituta girəməmişəm, 2-ci il girmişəm. Burada nə var bəyəm? Yəni, demək istəyirəm ki, biraz o, siz doğru dediniz. Çünki bu bizim yaşadığımız hadisələrdir. Nə eləməli sualına cavab? Valideyn uşağını sakitləşdirməlidir, danışmamalıdır. Mənim balam hər şey yaxşıdır. Həkim, lazımsa həkim müayinəsinə aparmalıdır. İlk növdə psixoloqdan görüşdürməlidir. Psixoloji məsləhətlərə uşağı sövq eləməlidir. Uşaq əlbəttə deyəcək, mən deyirəm, dəliyəm, getmirəm, mən istəmirəm. Valideyn onu
bacara bildiyi qədər özü o psixoloji təzyiqi köməyi göstərməlidir ona. Kimin balam, eybi yoxdur. Yəni bu ciddi məsələdir. Biz təcrübələrdə görmüşük. Uşaq görsən gedir, intihar edir, dərman içir, qolun kəsir, nə bilim evdən qaçır, çıxır, gedir, nə bilim hər hadisə törədir. Bu nədən irəli gəlir? Mənəvi boşluqdan. Valideyn deməlidir ki, indi bax hazır. Mən məsələn öz övladıma deyirəm ki, mən balam, bax bu indi sən inşallah 14 imtahana gedəcəksən. İnşallah yaza da bilərsən, yazmaya da bilərsən. Bu bir Allahın işidir. Ola da bilər, olmaya da bilər. Amma hər şeydən önəmli odur ki, sənin şuurun, sənin psixikan, sənin zehnin, sənin ruhun sağlam olmalıdır. Çünki bu imtahanlar, məsələn, Türkiyə, bizdə hələ elə bir imtahan prosesi yoxdur. Biz elə bir imtahan krizi yaşamırıq, açığına qalsa. Türkiyədə 4 cür imtahan növü var. Siz təsəvvür edirsiniz? Bu uşaqlar ancaq imtahan verir. Hər səfərdə adları çoxdur, yəni mən biraz səhv deyərəm, ona görə istəmirəm, öyle səhvə yol vereyim. Yəni hər cür OYS var, nə bilim YSY var, nə var. 4 cür imtahan, 5 cür imtahan, çeşitli imtahan növləri var. Ondan çıxıb o imtahanı verməlidir, sonra çıxıb o imtahanı verməlidir. Yəni davamlı uşaqlar imtahan içindədir. O bilirsiniz, nə qədər bir sindrom yaradır insanda. Yəni demək istəyirəm, biz elə bir imtahan yaşamırıq. Sadəcə uşaq bir dənə tək-tək imtahana gedəcək. Onunla ki, olduqca asan verirlər uşaqlar üçün. Çox asan verirlər. İndi məsələn, bizim uşaqlar keçən imtahanı elədiyi nə qədər asan, riyaziyyatdan nə qədər asan suallar qoyulmuş. Yəni demək istəyirəm, bu uşaq özü biraz gərginləşdirir. Niyə görə gərginləşdirir? 2 cür faktor var. Birinci faktor odur ki, məsələn, təbii ki, məntiqlə düşünən uşaqlar məsələyə məntiqlə baxır, yazır, çıxır. Bir qədər duyğusal, hissi yanaşan uşaqlar isə orada başlar artıq narahat olmağa, yazam bilmirəm, Allah nə olacaq, necə olacaq, başlar öz-özünə danışmağa, öz-özünü narahat eləməyə, öz-özünü narahatlandırmağa. Biz də tövsiyə edirik ki, narahat eləmə özü, fikirləşmə barədə, sən hədəfə keç, sən o hədəfin üstündə dur. Məsələn, o kəndirbazlar məsələn bir kanat qoyarlar, onun üstündə gedərlər də, elə deyilmi? O rahat şəkildə gedir, gəlir belə. O fikirləşir ki, mən onu keçməliyəm. Bu da sənin bir keçidindir. Sən başqa şəkildə fikirləşməməlisən. Fikirləşsən, əlbəttə ki, səhv edəcəksən. Ona görə imtahanda ən başlıca cəhət, dediyim kimi 4 cür fikirləşmə var. Birinci, dayaz, ikinci, geniş, üçüncü, dərin düşünmək, dördüncü, metafizik düşünmək. Yəni, bir də görürsən ki, Allah Teala insanın beynini nurlandırdı. Birdən-birə oturub üstündə çox var elədiyin, tapa bilmədiyin sual, birdən-birə beynində açıldı cavabı, işıqlandı, sən onu yazdın. O metafizik bir düşünməli. Yəni Allahın o sənin beyninə ötürdüyü, təfəkkürünə ötürdüyü bir o nur işığıdır, enerjidir, səndə onu aydınlaşdırdı. Yəni metafizik düşünmə var. İnsan biraz da Allaha sığınmalıdır ki, Allah mənə kömək ol, sağ-salamat yazsın. Yəni insan biraz, necə deyərlər, o abituriyentdə bizim köməyimiz odur ki, yəni sən bir şeyə taxılıb qalma, yəni bir şeyin ətrafında durma. Yəni fikirləşmə ki, Allah, yaza bilmirəm, çətinlər düşüb. Sən səndən tələb olunan sualların şərtlərinə fikir ver. Və bir də yeməyi də istərdim, əlavə deyim, üzr istəyirəm ki, bu uşaqların yeməkləri çox önəmlidir. Bilirsiniz, biz həmişə imtahana düşürük, da imtahan deyirik. Amma mən dəfələrlə uşaqlardan soruşmuram, səhər qidalanırsınızmı? Yox. Səhər qidalanırsanmı? Yox. Elə bir ki, bir adətdir. Səhər yemək yeyərlər. Bax, bu problemdir. İndi biz fikirləşin ki, bu uşaq bir il ərzində səhər yemək yemir, bütün gün saat 2-yə kimi dərsdə olur, dərsdən gəlir, birdən-birə gedir mətbəxə, nə tapdı, yeyir, nə baş verir? Sıxılma. Bağırsaq sıxılır, davranma sıxılır. Bundan sonra oxumaq olurmu? Gərginlik yaradır, eroziya yaranır mədədə, beyində gərginlik yaranır, qan dövranı pozulur. İndi hal-hazırda uşaqlara tövsiyəmiz qidalanma ilə bağlı daha çox şirəli maddələr, bu indi maşallah meyvə boldur. Tərkibindən vitamin C olan vişnədir, ondan sonra çoxdur da, yəni albalıdır, digər meyvələrdir, tərkibində vitamin C. Meyvələr istifadə eləsinlər qəşəng-qəşəng axşamlar. Meyvə salatları yesinlər, ondan sonra ən çox şirədir istifadə eləsinlər və bunun yanında sulu yeməklər, göyərti, tərəvəz, ondan sonra cevizdir, qozdur, məsələn badamdır, bu tip şeylərdən istifadə eləməlidirlər ki, yəni o gərginliyi azaltsın, rahatlandırsın onları. Axşamüstülər biraz düşüb gəzməlidirlər, rahat olmalıdırlar. Yəni yemək önəmli faktordur ki, səhərlər qidalanmalıdırlar, mütləq qidalanmalıdırlar. İndi məsələn, bəlkə verdiyi sualda məsələn biz institut dövründə görsən, uşaqlar gəlirlər ki, Hüseyin müəllim, məndə yuxu pozuntusu var və yaxud da məndə, nə bilim, yaddaşlıq problemi var, məndə digər problem var. Hamısı nədəndir? Yuxu pozuntusu. Gecəni səhərə kimi oturub, oxuyub, 2 saat, 3 saat yatıb və bütün gün bu vəziyyətdə gedib, elə fikirləşib bu doğrudur, doğru deyil. Ona görə doğru olan şey odur ki, psixoloqa müraciət eləməlidirlər, tövsiyələr almalıdırlar. İndi bu yerdə qalan bu 10 günlərini də, 15 günlərini də dəyərləndirmək üçün hər həftə heç olmasa axşamlar
bayıra çıxıb gəzinti eləməlidir valideyn, söhbət eləməlidir, dəniz ətrafında olmalıdır, bağ ətrafında olmalıdır, yaşıllıqda olmalıdırlar ki, sakitləşsinlər, o gərginlikdən çıxsınlar. Hüseyn müəllim, ümumiyyətlə bu imtahan prosesi hər bir şəxsin həyatında baş verən və təkrar olunan hadisə olduğuna görə həm də müvəffəqiyyət əldə edə bilməyənlərin gələcəkdə nailiyyət əldə etməsi üçün imtahana düzgün hazırlaşmaq üçün nələri tövsiyə edərdiniz? Onlar müvəffəqiyyəti əldə etmək üçün ilk növbədə pərakəndə şəkildə çalışmamalıdırlar. Körtə bir şəkildə məsələyə baxmamalıdırlar. Yaxşı olardı ki, onlar bir psixoloqla görüşsünlər, pedaqoqla görüşsünlər. Bu sahədə danışman olan mütəxəssislərlə görüşsünlər, onlara bir planlı bir çalışma şeyi versin, tövsiyələri versin, paket tövsiyələri versin. Bu bir. İkinci, əldə çalışdığı müəllimlə, məşğul olduğu müəllimə güvən saxlasın, inansın ki, o müəllim həqiqətən də ona yardımcıdır. Sonra o müəllimlə paylaşmağı başara bilsin. Məsələn, bəzən görürsən, bu almamağın səbəblərindən biri də nədir, bilirsinizmi? Uşaq müəllim yanına 2 ayda, 3 ayda, 4 ayda, 6 ayda gedir, amma bir dəfə uşaq müəllimə sual verməyib. Sual versən, sən müəllimə niyə sual vermirsən? Qorxuram. Bəs sən müəllimlə məşğul olursan, niyə sual vermirsən müəllimə? Qorxuram, nə bilim, müəllim ki, sual verməyin. Yəni, görürsən, belə hadisələr olur. Yəni, uşaq müəllimlə paylaşa bilsin, müəllimə sualını verə bilsin, məşğul olduğu müəllimlə bir qədər də heç olmasa relaks olsun, rahat olsun. Yəni, o gərginlik olmasın, uşaq qorxub yalan danışmasın, deməsin, bildim, başa düşdüm. Çünki səhərsi gün sınağa gedən odur. Yəni, aşağı bal toplayanda müəllim deyəcək ki, sən oxumamısan. Yəni, bax, o psixoloqla görüşməsi, tövsiyələr alması, pedaqoqlarla görüşməsi, paket bir, necə deyərlər, hazırlıq planını tutması, stratejik olaraq onlara öncədən hədəfləməsi çox önəmlidir. Çox sağ olun, təşəkkür edirəm sualları cavablandırdığınız üçün. Mən də çox təşəkkür edirəm bu Yurt TV televiziya kanalına, rəhbərinə. Çox sağ olsun, bizləri dəvət elədib sizlər və inanıram ki, bu veriliş, bu kanal daha da gözəl, daha da yaxşı, daha da böyük masштabda ölkəmizə xidmət edəcək. Ən yaxşı, ən gözəl xəbərləri burada dinləyəcəyik inşallah. İstər elmi, istər mənəvi, istər də yeni incəsənət sahəsində olsa da. Sağ olun. Çox sağ olun. Təşəkkür edirəm. Bir daha xatırladım ki, müsahibə rubrikasının bu dəfəki qonağı Qafqaz Universitetinin Psixoloji Məsləhət şöbəsinin müdiri Hüseyn Xəlilov idi.